İstəyirəm iki qızımız olsun. Biri xalçaçı olsun, biri boyaqçı. Nənələrinin sənətini işlətsinlər. Oğlumuz olacaq. Oğlan. Özü də mütləq şair, düz tapmışam. Nizamidən sonra şair olmağın mənası var yəni. Şair yox, insan böyütməliyik biz səndən. Hey, cefakeş! Kiməsə tor qurubsuz burada, nədir? Xosrov və Şirin? Səncə nədir bu? Möhüründən görürəm ki, hansı hökmüdarsa yenə baş əyir Nizaminin hüzurunda. Şirvanşah Əxstandan almışam bu dəfə məktubu. Dastan düşüb hökmüdarın könlünə. Leyli Məcnun istəyir. Məktub deyil ki bu, pərəstişnamədir. İlahi ustad, söz sehrikarı. Ənamı da yəqin ki bu sözlərə münasib olacaq. Bəxtəvərsən Nizami. Bəxtəvərliyə bax. Şirvana geçseydin, mən də gedərdim sən. Bəxtim gətirmir burada. Yox, getməyəcəm. Qaqanın taleyi hamımıza ömürlü ibrət olmalıdır. Ənam dalınca gedib zindana düşüb.